Texnologiya fənni üzrə paylaşdığım sualı hər kəs səhv etdi. Əgər siz də imtahanda bu sualı və bunun kimi suallar düzgün yazmaq istəyirsinizsə, diqqətiniz məndə olsun. Mən Fərəcə Vahişən 7 ildir texnologiya fənnini tədris edirəm və bu sualı 24 saatə götürən müəllimlər səhv ediblər. Nə üçün? Gəlin baxaq. Divara tabli formatında boyanı çəkərkən biz 6 qat boya çəkmək istəyiriksə, hər qat, növbəti qatı örtmə zamanı maksimal neçə santə olacaq? Hörmətli müəllimlər, siz burada nəzərə almalıydınız ki, 6 qat deyiriksə, burada 5 qat götürülməlidir. Niyə? İlk qat boşluqdadır, digər qat birinci qatın üzərindədir, üçüncü qat ikincinin üzərindədir, dördüncü qat üçüncünün üzərindədir. Bu şəkildə gedəcək. Yəni, birinci qatımız boşluqda qaldığı üçün biz bunu artıq santi olaraq hesablamırıq. Və biz bilirik ki, 3-4 santi növbəti hissəni örtürdü. Və burada biz 5 qatı 4-ə vurmalıydıq. Cavabımız eləyəcək 20 santi. Bəli, müəllimlər. Ona görə də 24 götürən müəllimlər səhv götürüblər. Cavab 20 santi olacaq. Əgər siz də belə suallar işləyərək imtahana tam hazır gedib maksimal nəticə əldə etmək istəyirsinizsə, mayın 1-i açılacaq ümumiləşdirici qrupuma qoşula bilərsiniz.